Larımız çox ağır sparring keçirdilər. Yəqin ki, üz gözlərindən sizin də görürsünüz. Rəqibin haqqında nə deyə bilərsən? Rəqibim qəşəng döyüşürdü müəllim. İndi neçə vaxt məşğul ola bilmirəm. Mən 1 aydır məşğul oldum. Yəni mən özümə görə mənə elə gəlir ki, yaxşı döyüşdüm. Yəni bu da bir şeydir də. Bu qandakılar Təcrübə. Əlbəttə, Ən vacib məsələ, əlbəttə. Yavaş-yavaş düzələcək. Hə. Müəllim, mən də rəqibimi təbrik edirəm, çox qəşəng döyüşdü. Prosta mən biraz yorğun idim müəllim, səhərdə məşq eləmişdim, sparring eləmişdim deyə. Riyad səhər 5 raund sparring işləmişdi. 2 raundu mənlə, 3 raundda uşaqlarla işləmişdi, amma yenə gəldi axşam gətirdim o sparringə ki, biraz da inkişaf eləsin. Maşallah olsun. Neçə yaşın var idi Riyad? 15. Sənin 15 yaşın var, sənin? 20. 20. Aralarında 5 yaş fərq var. Bu heç nə dəyişmir. Əsas odur ki, çəki eynidir. Təbii ki də indi yaş fərqi öz sözünü deyir, amma yenə də ikisi də əzmkar döyüş keçirdilər. Uşaqlar burada da kamera qarşısında qucaqlaşın, hamı bilsinlər ki, siz dostsuz, əhsən. Sparringlərimizi gözləyin.